Hər kəsə, gəlin Nərgiz Nəcəfin vokabülər tapşırıqlarının izahına baxalım. Birinci task 3-də bu sözləri boşluqlara qoymalıyıq, mənalarına baxaq. Annoying bezdirici, zəhlətökən. Fascinating maraqlı. Frightening qorxuducu. Delighted məmnun. Freezing dondurucu. Exhausted əldən düşmüş, yorğun. Enormous nəhəng, böyük. Incredible da inanılmaz deməkdir. Məsələn, baxırıq 4-də baxın, burada mən with gördüm. Məsəl üçün with. Steven is really pleased with his new CD player. Həqiqətən də Steven yeni CD playerindən məmnundur. Deməli, burada pleased with söz önündən işlənir. Bundan tapa bilərik. Tərcümə ilə də qoya bilərik. Pleased with-in sinonimindən biri də nədir? Satisfied with, məmnun olmaq deməkdir. Keçək birinciyə. We were all exhausted after a long journey. Uzun səyahətdən sonra biz hamımız necə idik? Yorğun idik. Exhausted. Exhausted sözünün sinonimi tireddir. Bunu yadda saxlayırıq. Very tired exhausted-ə bərabərdir. Biraz exhausted daha advanced deyək və yaxud da daha yüksək səviyyədə səslənir, leveldə səslənir. 2-yə baxırıq. Put your coat on. Paltonu geyin. It is freezing outside. Çöldə çox soyuqdur. Freezing cold, soyuq sözündən sinonimdir. Baxırıq 3-cüyə. Jane looked very frightened. Jane çox qorxmuş görünürdü. It was the most frightening experience of her life. Bu, onun həyatının ən qorxuducu təcrübəsi idi. Burada frightening qoyuruq. Və burada bir şeyə diqqət edirik. Baxın, burada ing var, frightening. Burada isə frightened veribdir. Bunların fərqi nədir? Əgər canlını bildirirsə, məsələn, Jane qorxmuş görünürdü. Canlıya aiddirsə, biz sifətin sonuna id şəkilçisi, cansıza aiddirsə, ing şəkilçisi qoyuruq. Baxın, deyirəm ki, məsəl üçün, an interesting, maraqlı film. An interesting film. Cansız olduğu üçün interesting. Amma məsəl üçün, deyirəm ki, I'm interested in maths. Mən riyaziyyatla maraqlanıram. Baxın, söhbət kimdən gedir? Mənlə. Canlı olduğu üçün burada id qoyduq. Bu qrupa daxil olan sifətlər üçün keçərlidir ki, əgər canlını bildirirsə id, cansızı bildirirsə ing şəkilçisi qoyuruq. 5-ci sualımızdan davam edirik. Your trip to Alaska sounds absolutely fascinating. Sənin deyir, Alaskaya olan səfərin tamamilə maraqlı, yəni inanılmaz dərəcədə tamamilə maraqlı səslənir. Fascinating, interesting səslənir. Bəzən olur ki, danışıram deyə sözləri səhv yaza bilirəm. 6. Baxırıq. There was an oak table in the center of the room. Otağın mərkəzində nəhəng bir, enormous, nəhəng deməkdir. Nəhəng bir palıddan hazırlanmış masa var. Yəni, palıd masası var idi. Oak, palıd ağacı deməkdir. Deməli, enormous nəhəng deməkdir. Bunun başqa sinonimləri də var. Giant, gigant yazılır. Huge, big, very big. Bunların 5-i də bir-birindən, 4 dənəsi bir-birindən sinonimdir. 7-yə baxırıq. Old superstitions seem incredible to educated people. Deyir ki, deməli, köhnə düşüncələr, mövhumatçıl düşüncələr təhsilli adamlara çox inanılmaz görünür. Yəni, inanılmaz görünür. Baxın, educated təhsilli, savadlı deməkdir. Necə, nə cür təhsilli adamlar, baxın, idi qəbul edib özdə. Sonra qədim fikirlər, superstitions da köhnə mövhumatçıl düşüncələrdir. Məsəl üçün, deyirik ki, məsələn, qara pişik keçibdir, bugün şansı gətirməyəsidir. Yəni, bu tip bizim düşüncələrimiz var. Bunlar superstitions adlanır. 8-ə baxırıq. Please stop making that noise. Zəhmət olmasa, belə səs çıxarmağı dayandır. It is very annoying. Bu çox zəhlətökəndir, yəni bezdiricidir. Yəni, məni angry eləyir, əsəbləşdirir. Biz indi annoying-in definition testlərində angry sözünü axtararıq, çünki baxın, səhv yazdım. Angry sözünü axtararıq, çünki definitionunda bezdirmək var onun. Task 4-ə baxırıq. Bir də, can you close the door? Qapını bağlaya bilərsən. There is an awful draught in the room. Otaqda deyir, dəhşətli bir yel çəkən var.
2-yə baxırıq. It is really annoying when a train is late. Qatar deyir gecikəndə həqiqətən də zəhli tökən bir şeydir. Yəni zəhli tökən bir şey baş verir də. Yəni bu həqiqətən zəhli tökəndir. 3-ə baxırıq. There were several fishing boats at the riverside. Dəniz kənarında, çay kənarında bir neçə balıq deməli tutma qayıqları, yəni var idi. Sonra riverside olur burada. Side sözünün mənasını yadda saxlayın. Yan, kənar deməkdir. Side, yan, kənar. 4-ə baxırıq. I usually take a nap after lunch. Mən adətən qəlinaltıdan sonra mürgülüyürəm. Take a nap nədir? Have a short sleep. Yəni qısa yuxudur. Adətən biz lunch atışdırmalıqdır da. Lunch elədik, qəlinaltımızı elədik. Ondan sonra 1-2-3 dəqiqəlik gözümüzün nodunu alırıq. Həmin o short sleep-ə take a nap deyirlər. Baxırıq 5-ciyə. Burada take a note da nədir uşaqlar? Qeyd götürmək deməkdir. Yaxşı ki, ona fikir verdim. Onun sinonimi write down ola bilər. Write down, take a note. Bu sözləri qeyd edin, əzbərləyin. Sonra baxırıq 5-ə. I must get some sleep. Mən biraz yatmalıyım. I am exhausted. Mən əldən düşmüşəm, yəni yorğunum. Burada talented sözünə baxırıq. Talented istedadlı deməkdir. Bunun sinonim olaraq gifted işlədə bilərik. Gifted də istedadlıdır. Gift hədiyyə deməkdir axı. Yəni hədiyyəli bir insandır da. Yəni Allahdan hədiyyə verilib buna. Belə yadda saxlayın. Gifted, talented. Deməli 6-cı suala baxırıq. How annoying I have left my wallet on the bus. Deyir, necə də bezdiricidir ki, zəhlət tökəndir də, pul qabımı avtobusda qoymuşam. İndi baxırıq burada nəyə? Annoying bezdirici, zəhlət tökən deməkdir. Wallet sözünə baxırıq. Wallet pul qabı deməkdir, baxın uşaqlar. Wallet qadınların pul qabıdır. Amma kişilərin pul qabına purse deyirlər. Purse yazılır. Davam eləyək. Annoying, frustrating nə sinonimdir? Bezdirici, zəhlət tökən mənalarını verə bilər. Frustrating. Mənfi mənalı bir sözlərdir bunlar. Task 5-ə baxırıq. Sözləri sinonimlərindən uzlaşdırırıq. Çox asan. Recommend tövsiyə vermək, advice məsləhət vermək. Bir oldu C. Unbelievable, inanılmaz, incredible A bəndi. Native doğma, local, yerli. Race yarış, competition yarış B bəndi. Courageous, cəsur, brave, cəsur. Rest dincəlmək, bu da olur, relax dincəlmək. Çaşıb buradan da xət çəkirəm. Go back, geri qayıtmaq, return, qayıtmaq. Terrifying də scary, qorxuducu. Bunlar bitdi. 6-ya baxırıq. Deməli, lend borc verməkdir. Antonim soruşur, onu deyim ki, yəni əks mənalı sözlər. Lend borc vermək, borrow, borc almaq, B bəndindədir, getdi. Özdə borrow from-dan işlənir. Yəni, borrow from somebody, kimlənsə borc almaq. Deməli, burada nə var sonra? Drought quraqlıqdır, flood daşqındır, A bəndi. Bax, burada o varsa quraqlıq deməkdir. O bir sözlə qatmayın. Quraqlıq, flood, daşqın. Tiny balaca, sonra bunun antonim tapıram. Enormous nəhəng, D bəndi. Foreign, əcnəbi, local, yerli, C bəndi. Coward, qorxaq, deməli, brave, cəsur, Y bəndi. Noisy, səs-küylü, quiet, sakit. Clever, ağırlı, stupid, axmaq. Push itələmək, pulda dartmaq deməkdir. Gəlin 7-ci testimizə baxaq. Village, kənd deməkdir. Government, hökumət deməkdir. Kindergarten, uşaq bağçası deməkdir. Government-ə bir dərinliyinə gedirik uşaqlar, xatırladaq. Govern, idarə etmək deməkdir. Üzərinə ment şəkilçisi əlavə eləyərək biz derivative noun yaradırıq. Baxaq, burada government sözünün definitionunu tapaq. Deməli, a group of people who control a country. Bir qrup adam, kim ki, ölkəni nə edir? Kontrol edir, idarə edir. Təbii ki, bu 2 olur, A bəndi. Village, kənd, sinonimləri the country ola bilir. Bax, the countryside. A group of houses in the countryside. Yəni, kənd yerində olan evlər qrupu. Deməli, bu da olur, bir də C bəndi. Kindergartenda 2 və 5 yaşlı uşaqlar üçün olan schooldur, məktəbdə olur, B bəndi. Bizə lazımdır job, A bəndi veribdir. 2-yə və 3-ə baxaq. Land, torpaq, flood, daşqın və deməli, drought da burada yel çəkən deməkdir. Land, torpaq.
Bax, surface yer səthi deməkdir. Bax, the surface of the earth that is not sea. Yer kürəsinin səthidir, hansı ki dəniz yoxdur orada. Bu olur land. 1B. Flood daşqındır. Flowing of water onto land more than its normal limits. Yəni suyun yerin yerə normal limitlərindən daha artıq axmağına deyilir. Flow burada axmaq deməkdir. Suyun axmağı deməkdir. Ona görə 2 olur C bəndi. Bu da quraqlıq olur təbii. Nədir? Yel çəkən. A flow of cool air in a room. Otağa deməli soyuq havanın daxil olması yel çəkən. 3 olur A bəndi. Buca. Buca olur B bəndi. Exhausted əldən düşmüş, yorğun deməkdir. Bu təbii ki very tired. 1C. Enormous nəhəng deməkdir. Very big B bəndi. Freezing dondurucu, very cold A bəndi. Cıba. Cıba da olur D bəndində. Deməli baxırıq. Award mükafat, race yarış, rule qayda deməkdir. Elə sinonimlərlə uşaqlar tapa bilərik. Baxın, competition var. Heç tərcümə eləmirəm. Yarış deməkdir. Race nə sinonimdir? Deməli olur 2. Prize mükafat deməkdir. Award mükafat sinonimdirlərmi? Olur 1. Instruction that tells you what you can or can't do. Deyir, bu bir təlimatdır, hansı ki sənə söylür ki, sən nəyi edə bilərsən, nəyi etməyə bilərsən. Təbii ki, bu da bir qaydadır, rule. Deməli, onda necə olur? B, A, C, bac. Bac olan variantımıza baxırıq. C bəndi. 5-ə baxırıq. Alone yalnız tənha deməkdir. Without any other people. Başqa bir insan olmadan, yəni insansız A bəndi. Brave cəsur deməkdir. Not afraid in danger. Təhlükədən qorxmayan. Incredible inanılmaz. Very difficult to believe. Bu da olur C bəndi. ABC variantı Y bəndindədir. 6-ya baxırıq. Stupid axmaq deməkdir, yəni not clever, ağıllı olmayan. Award mükafat deməkdir. Sinonim nədir onun? Prize olur B bəndi. Deməli, incredible inanılmaz, very difficult to believe C bəndi. Sözlər rahat olduğu üçün C üzərində dayanmıram. Annoy, baxın, zəhləsini tökmək, bezdirmək, təngə gətirmək, əsəbləşdirmək bu mənanı verə bilər. Baxın, to make somebody a little angry. Bayaq demişdim ki, angry sözündən A bəndi yadda saxlayırıq. Terrify, dəhşətə gətirmək, qorxutmaq. Bax, bu da scary sözü axtarmalıyıq. Scared, baxın. Very scared. To make somebody feel very scared. Kimisə qorxutmaq C bəndi. Brave, cəsur deməkdir. Cəsur, yəni təhlükədən qorxmayan. Not afraid in danger. 12-yə baxaq. To give your opinion to somebody about the best things to do. Yəni deyirsən, öz fikrini kiməsə verirsən ki, nəyilərsə daha yaxşı eləsin. Bu da təbii ki, kiməsə məsləhət vermək ən yaxşı bacardığımız şey C bəndi. 13-ə baxırıq. Happening every day, hər gün baş verən bir şey, yəni gündəlik deməkdir, daily. Burada elegant, zərif, incə, exhausted, bilirik, very tired, yorğun, talented, istedadlı. Buna sinonim nə demişdim, bir yadınıza salın. Gifted. Stupid də axmaqdır. Məsəl üçün, fool deyə bilərik, foolish deyə bilərik. Sinonimdirlər. Məsələn, antonim olaraq clever və yaxud da smart, ağıllı deməkdir. 14-ə baxaq. A school for children between the ages of about 2 or 5. 2 və 5 yaşlı uşaqlar üçün olan məktəbə nə deyirik? Kindergarten. B bəndi deyirik. Sonra 15-ə baxırıq. A competition between people and animals and vehicles. Vehicles nəqliyyat deməkdir. Bu vehicle-da oxunur. Deməli, competition yarış deməkdir. Deməli, yarış deməkdir. Race sinonimi C bəndi. To find out something that you didn't know before. Əvvəl bilmədiyin bir şeyi aşkara çıxarırsan, yəni onu nə ararıq? Kəşf edirik. A bəndi. Və 20-ci sualımıza baxırıq. 17-yə baxırıq. To flow a cool air in a room. Otaqda sərin havanın axması. Təbii ki, bu olur B bəndi. Slow to learn, not clever. Öyrənməsi yavaşdır, ağıllı deyil də. Yəni, bu axmaqdır, stupid. To change the place where you live. Have your work. Yəni, işlədiyin yeri və yaxud da yaşadığın yeri dəyişmək, yəni köçməkdir. Bu olur D bəndi, move. 20-yə baxaq. Very big, çox böyük. Bu da enormous, nəhəng, C bəndi. Əlavə olaraq gəlin bura baxaq. Bunu bir də izah edeyim. Deməli, ing cansız bildirən sifətlərin sonunda işlənir, id isə canlılarla işlənir. Baxın, interesting maraqlı, fascinating maraqlı, boring can sıxıcı. Amma interested maraqlanan bu şəxsi bildirir artıq. Fascinated bu da yenə maraqlanan, yəni adamla bağlıdır. Maraqlı adamla bağlıdır. Bored bezmiş adam. Məsəl üçün deyirəm ki, I am bored. Mən bezmişəm.
Deyə bilmərəm I am boring. Bunu deyə bilmərəm. Amma desəm ki, filmdən bezdim və yaxud da deyirəm ki, film cansıxıcı idi deyək. The film was boring. Baxın, burada film cansız olduğu üçün boring oldu. Amma burada ay canlı olduğu üçün bored oldu.